də qanda şəkər miqdarının yüksəlməsi orqanlarda fəsadlara səbəb olur. Xüsusən də xırda və iri damarlarda. Xırda damarlarda məsələn gözün damarlarında damarların quruluşunu və funksiyasını pozaraq, həmçinin də sinir uclarının quruluş və funksiyasını pozaraq nəticədə korluğa gətirib çıxara bilər. Ürək damarlarını tutub ürək çatışmazlığına gətirib çıxara bilər və yaxud da uzun müddət qanda qlükozanın yüksəlməsi nəticəsində böyrək damarlarının funksiyası pozulur ki, bu da nəticədə böyrək çatışmazlığına gətirir və bədənin digər nahiyələrində, həmçinin ətraflarda, ayaqlardakı damarların da prosesə cəlb olunması nəticəsində insanlarda qan dövranı pozulur. Yəni təsəvvür edin ki, ayağa gələn qan damarı şəkərin uzun müddət qanda qalxmasından dolayı quruluşu pozulub və toxumanın normal qanlanması getmir. Qanlanma normal getmədiyi üçün də burada artıq belə deyək ki, xırda-xırda çürümə prosesləri başlayır.